Məhəbbət iksiri 1-ci bölmə 6-cı fəsil İmam Zaman əleyhissalamın zühurunun intizarı. Cənab Şeyxin bariz xüsusiyyətlərindən biri də Həzrət Vəli-i Əsr İmam Zaman əleyhissalama qarşı dərin məhəbbət bəsləməsi və o həzrətin zühurunun gerçəkləşməsini gözləməsi idi. O buyurur, cəmaatın əksəriyyəti deyirlər ki, biz İmam Zaman əleyhissalamı özümüzdən artıq sevirik. Halbuki belə deyildir. Çünki əgər onu özlərindən artıq sevsəydilər, özləri xatirinə deyil, onun xatirinə iş görərdilər. Hamınız dua eləyin ki, Allah Teala o həzrətin zühuru qarşısında olan maniyələri aradan qaldırsın və bizim qəlbimizi o həzrətin mübarək qəlbi ilə bir eləsin. Şeyxin mühüm istəkləri. Şeyxin dostlarından biri belə nəql eləyir. Onun huzurunda olduğum illərdə hiss eləmişdim ki, onun Həzrət İmam Zaman əleyhissalamın zühurunun gerçəkləşməsindən mühüm bir istəyi yoxdur. O həmişə dostlarına xatırladardı ki, mümkün olsa Həzrət İmamın zühurunun tezləşməsindən başqa Allahdan heç bir şey istəməsinlər. Şeyxdə intizar haləti o qədər güclü idi ki, əgər bir kəs Həzrət İmam Zaman əleyhissalamın zühurundan söhbət eləsəydi, halı dəyişilər və ağlamağa başlayardı. Qarışqanın öz məşuquna çatmaq yolunda göstərdiyi səylər. Cənab Şeyxin təkid etdiyi mühüm məsələlərdən biri də Həzrət İmam Zaman əleyhissalamın zühurunun intizarını çəkən şəxslərin bu işə ruhən hazır olmaları idi. O deyirdi ki, hətta insanın ömrü o həzrətin zühurunu görməyə kifayət eləməsə belə, bu fəaliyyətləri dayandırmamalıdır. Burada Həzrət Davud əleyhissalamdan nəql olunmuş bir hekayəni xatırladıb buyurdu. O həzrət səhradan keçərkən görür ki, bir qarışqa dayanmadan təpədəki torpaqları götürüb başqa bir yerə tökür. Davud Peyğəmbər Allahdan onun üçün bu işin sirrini açmasını istəyir. Qarışqa dilə gəlib deyir ki, mənim bir məşuqum vardır. Mənim ona qovuşmağımın yeganə şərti o təpənin torpaqlarının hamısını bura daşımağımdır. Həzrət Davud əleyhissalam buyurur, sən bu kiçik cüssənlə bu təpənin torpağını necə daşıyıb qurtaracaqsan? Sənin ömrün buna kifayət eləyəcəkmi? Qarışqa deyir, bunların hamısını bilirəm, amma əgər bu yolda ölsəm, məhbubumun yolunda canımı qurban elədiyim üçün özümü xoşbəxt sanaram. Burada Həzrət Davud əleyhissalam başa düşür ki, bu məsələ onun üçün bir ibrət dərsidir. Cənab Şeyx həmişə israr eləyib buyururdu, bütün varlığınla Həzrət İmam Zaman əleyhissalamın zühurunun intizarında ol və intizar halətini Allahın istəyi ilə əlaqələndir. Mənim salamımı o həzrətə çatdırın. Şeyxin şagirdlərindən biri deyir, o həmişə Həzrət İmam Zaman əleyhissalamı yad eləyər və salavat göndərərkən vəccil fərəcəhum kəlməsini heç vaxt tərk eləməzdi. Onun huzurunda olan yığınacaqlarda həmişə imamın haqqında söhbətlər olar və o həzrətin zühuru üçün çoxlu dua edilərdi. Ömrünün axırlarında imamın zühur eləyəcəyindən əvvəl bu dünyadan gedəcəyini hiss eləyib dostlarına dedi, əgər həzrətin zühurunu görə bilsəz, mənim salamımı ona yetirin. İntizar çəkən cavanın bərzəx aləmindəki haləti. Bir cavan dəfn edilərkən şeyx ona baxıb deyib, gördüm ki, Həzrət Musa ibn Cəfər əleyhissalam bu cavanı ağuşuna almaq üçün öz qollarını açmışdı. Soruşdum ki, bu cavanın axırıncı sözü nə olmuşdu? Dedilər, o bu şeiri oxuyurdu. İntizar çəkənlərin ölüm anı yetişdi, ey yaxşıların şahı, özün fəryada yetiş. İmam Zaman əleyhissalamın zühurunun intizarını çəkənlərdən bir qisminin bu dünyaya rəcəti. Cənab Şeyx inanırdı ki, İmam Zaman əleyhissalamın zühurunu həqiqi mənada gözləyənlər öldükdən sonra o həzrətin zühuru zamanı bu dünyaya qayıdacaq və o həzrətlə birlikdə olacaqlar. İmam Sadiq əleyhissalamdan nəql olunmuş rəvayətdə deyilir, hər kəs 40 sübh bu əhdi oxusa, bizim qaimimizin köməkçilərindən olacaqdır. Əgər o həzrətin zühurundan qabaq dünyadan geçsə, Allah onu yenidən dirildəcək ki, onun huzurunda olsun. Burada söhbət əhd duasından gedir. Sonra qeyd edirdi ki, Əli ibn Cəfər əleyhissalam Qumun Behişt qəbristanlığında dəfn olunmuşdur və Mirzai Qumi Qumun Şeyxan qəbristanlığında dəfn olunmuşdur. Adları İmam Zaman əleyhissalamın zühuru dövründə racət eləyənlərin siyahısında olanlardır. Rey şəhərində pinəçi. Şeyxin şagirdlərindən biri deyir,
Bir gün şeyxdən İmam Zaman əleyhissalamın intizarının xüsusiyyətləri barəsində soruşduq. Buyurdu, Rey şəhərində İmam Əli adlı bir pinəkçi var. Əhli əyalı da yox idi və işlədiyi dükanda qalırdı. Onun barəsində qəribə halətlər nəql ediblər. Onun İmam Zaman əleyhissalamın zuhurundan başqa bir istəyi olmamışdır. Vəsiyyət etmişdi ki, öldükdən sonra onu Rey şəhərinin ətrafında yerləşən Bibi Şəhrəban dağının ətəyində dəfn eləsinlər. Hər vaxt onun qəbrinə diqqət yetirdimsə, gördüm ki, İmam Zaman əleyhissalam oradadır. Birinci bölmə, 7-ci fəsil. Şeir. Cənab Şeyx irfani və əxlaqi şeirlərə çox maraq göstərirdi. Əksər vaxtlarda öz moizələrində də şeir oxuyardı. O Hafizin şeirlərinə və Taqdisin məsnəvisinə çox əhəmiyyət verirdi. Bu şeirlər oxunan zaman da ağlayardı. Şeyxin Taqdisin məsnəvidə yazdığı şeirlərə çox böyük məhəbbəti var idi və buyururdu: "Əgər bütün bu şəhərdə təkcə Molla Əhməd Nəraqinin Taqdis kitabı olsaydı, var-yoxumu verib həmin kitabı alardım." Doktor Əbülhəsən şeyxi yaxından tanıyanlardan, uzun illər onunla oturub duranlardan biri idi. O deyir, Cənab Şeyx gözəl hafizşünas idi. Hafizin şeirlərini çox şəkildə açıqlayıb izah eləyirdi. Doktor Həmid Fərzam Cənab Şeyxin şeir və şairlər, xüsusilə Hafiz Şirazi barədə söylədiklərini belə deyirdi. Mən 1333-cü ildə Doktor Quyanın vasitəçiliyi ilə Cənab Şeyxin huzuruna gedən zaman çox az yığıncaqlar olardı ki, onda münasib və yaxşı şeylər eşitməmiş olum. O doğrudan da Hafizin vurğunu idi. Hətta bir dəfə ondan soruşdum ki, siz nə üçün Hafizi bu qədər sevirsiniz? Buyurdu, Hafiz mənəvi baxımdan doğrudan da heç nəyə əsirgəməmişdir. Mənəvi həqiqətləri bəyan eləmək, irfani incəlikləri duymaq üçün lazım olan hər bir şey onun şeirlərində mövcuddur. Şeyx Hafizə sair şairlərdən daha artıq diqqət yetirir və onun şeirlərini zikr eləyirdi. Hətta əgər bir şəxsi tənbih eləmək, yaxud ona xəbərdarlıq etmək istədikdə də Hafizin şeirlərindən oxuyardı. Şeyx dünyanı həmişə qoca qarı deyə adlandırardı. Bəzən məclisdə öz müridlərinə üz tutub deyərdi, yenə də görürəm ki, başın qoca qarıya qarışıb. Əksər hallarda əsir olurlar, çox az adam tapmaq olar ki, bu qoca qarının əlindən xilas olsun. Bu sözləri zarafatyana deyərdi. Gözəl avazla şeir oxumaq. Doktor Fərzan bu barədə belə deyir. Mərhum şeyx şeirləri gözəl səslə və avazla oxuyardı. Bu şeirləri oxuyanda dostlarımızın hamısı təsirlənirdi. Bir gün şeyx müridlərin birinin evində idi. Günortadan sonra onun huzuruna gəldi. Mənzilin böyük dəhlizi var idi. Şeyx qapının ağzında əyləşərək Hafizin bu məşhur şeirini oxudu. Şeyxin burada oxuduğu şeir fars dilindədir və tərcüməsi də kitabda yer almayıb. Bu səbəbdən bu hissəni keçirəm. Bu qəzəlin bir neçə beytini çox gözəl səslə oxuyar və ağlayardı. Bu zaman məclis əhlinin hamısı dərindən təsirlənər, göz yaşı axıdardılar. Çox qəribədir. Bir dəfə mən Doktor Quyaya dedim, Cənab Şeyxin necə də gözəl səsi və isti nəfəsi var. O mərhum dedi, heyf ki, siz çox gec onun huzuruna çatmısınız. Bir zamanlar onun elə gözəl səsi var idi ki, Allah şahiddir, irfani halətdə bu cür şeirləri oxuyanda qapılar, divarlar lərzəyə gəlirdi. Şeyxin Mövləvi barəsindəki nəzəri. Şeyx Hafizi ilahi övliyalardan hesab eləyir və onun bərzəxdəki yüksək məqamından xəbər verirdi. Lakin Mövləvinin barəsində tam qətiyyətlə danışmırdı. O buyururdu, Mövləvinin bərzəx aləmində çətinliyi var. Şeyxin şagirdlərindən biri onun belə buyurduğunu deyir. Məsnəvi kitabını almaq istədikdə məna aləmində bir şəxsi qarşımda, digərini isə arxamda gördüm. Onlardan biri digərinə deyirdi, qoymayın yatsın. Bu səsi eşitdikdə fikirləşdim ki, görəsən nə üçün Quran oxuyanda heç vaxt qoymayın yatsın demirlər. Buna görə də həmin kitabı oxumayıb bir tərəfə qoydum. Ayətullah Bürucerdi və Mövləvi. Buna oxşar bir mükaşifə böyük alim, fəqih və mərci təqlid Həzrət Ayətullah Bürucerdi üçün də baş vermişdi. Mərci təqlidlərdən biri olan Həzrət Ayətullah Safi Qulpayiqani 1377-ci ilin
Bəhmən ayında, yəni 1998-ci ildə Qumdakı Darul Hədis Elmi Mədəni və Təhqiqat mərkəzlərində keçirilən görüşdə müəllifin bu barədə verdiyi suala belə cavab vermişdi. Mən Ayətullah Bürucerdinin belə buyurduğunu eşitdim. Bürucerddə olan zaman bəzi vaxtlarda qeybi ilhamlardan bəhrələnirdim. Bir dəfə Mövləvinin Məsnəvi kitabını oxumağa başladım ki, birdən belə bir səs eşitdim. Bu şəxs yolunu itirmişdir. Bu sözü eşidən kimi kitabı bağlayıb bir tərəfə qoydum. O zamandan etibarən bir daha onu mütaliə eləmədim. Həmin vaxt Uttədud-Dai kitabı yanımdaydı. Onu götürüb mütaliə eləməyə başladım. Mən, yəni müəllif Ayətullah Safiyə dedim, bəziləri deyirlər ki, o belə buyurmuşdur. O səsi eşitdikdən sonra onun ilahi və qeybi ilham olmasına daha artıq əmin olmaq üçün evdən çıxdım. Küçəyə baxdıqda heç kəsi görmədim. Ayətullah Safi buyururdu, bu sözün qeybi ilham olmasında onun şəkki yox idi. Şeyxdən bir şeir və bir xatirə. Şeyxin özü də bəzi hallarda şeir yazırdı. Mərhum Ayətullah Əllamə Təbətəbainin ustadı, mərhum Ayətullah Qazi kimi böyük arif və fəqihin şagirdlərindən biri və eyni zamanda hal-hazırda mərci təqdirlərdən sayılan bir nəfərdən Cənab Şeyx Rəzəbəli Xəyyət barəsində soruşduqda buyurdu. Onu Nəcəf şəhərində mərhum Qazinin huzurunda gördüm. O məclisdə Əli əleyhissalamın məthində əvvəl misraları əbcəd hərfləri ilə başlanan bir şeir oxuyurdu. Söhbət əsnasında dedi: Mən belə bir şeir yazmışam. Hərçə nemət dadeyi bər kainat, cümlə bər mən dadi əz hər cəhat. Mən fikirləşirdim ki, bu söz Allah nemətlərini yad eləyib əvəzində şükr eləmək üçün yüksək tədbirdir. Lakin səhifə-i səccadiyədə bu cümləni gördükdən sonra bir qədər aram oldum. Şükri iyyəka min inamətikə. Sənə şükr eləməyim də sənin mənə verdiyin nemətlərdəndir. Çoxlu tədqiqatlar aparılmasına baxmayaraq bu cümlə səhifə-i səccadiyədə tapılmadı. Buna baxmayaraq səhifə-i səccadiyənin 37-ci bəndi, eləcə də İmam Səccad əleyhissalamın 15 münacatından olan Münacat-ı Şakirin bu mətləbi təsdiq eləyir. Birinci bölmə, 8-ci fəsil. Siyasət. Şeyx siyasətə qarışmırdı, lakin mənfur Pəhləvi rejimi və hakim rejiminin siyasət adamları ilə kəskin müxalifət eləyirdi. O təkcə şah və onun ətrafındakiləri deyil, müsəddiqi də qəbul eləmirdi. Lakin mərhum Ayətullah Kəşanini tərifləyərək deyirdi, onun batini saqqaxanaya bənzəyir. Saqqaxana, sərin su saxlayan yer. Öncədən iki siyasi hadisədən xəbər verməsi. Şeyxin övladlarından biri deyir, 1333-cü il Hicri Şəmsi ilinin tir ayının 30-da şeyx mənzilə daxil olub ağlar halda dedi: Həzrət Seyyid-ü Şühəda bu atəşi əbası ilə söndürdü və bu bəlanın qarşısını aldı. Onlar bugün də çoxlarını öldürmək istəyirlər. Ayətullah Kəşani müvəffəq olmayacaq, lakin sonradan gələn bir seyyid müvəffəq olacaqdır. Bir müddətdən sonra məlum oldu ki, şeyx ikinci seyyid dedikdə İmam Xomeynini nəzərdə tuturmuş. İslam inqilabının gələcəyi. Mərhum İmam Xomeynidən söhbət düşdüyü üçün yaxşı olardı ki, onun İslam inqilabının gələcəyi ilə əlaqədar bir xatirəsini qeyd eləyək. Sabiq Daxili İşlər Naziri Məhəmməd Əli Bəşarəti belə nəql eləyir. 1358-ci ilin yayında İslam İnqilabı Keşikçilər Korpusunun kəşfiyyat şöbəsinin məsulu idim. Mənə xəbər çatdı ki, Məşhəddə məşhur ruhani liderlərindən biri olan İmam Xomeyninin əleyhinə qiyam eləyəcəyi və inqilabı devirəcəyi barədə bəyanat verib. Bu barədə hökm almaq üçün İmam Xomeyninin qəbuluna getdim və işlərim barədə raport verdikdən sonra həmin sözü dedim. İmam əvvəlcə başını aşağı salıb qulaq asırdı, lakin bu cümləni eşitdikdə başını qaldırıb təəccüblə dedi: Bunlar nə deyirlər? Bizim qələbəmizə Allah zəmanət vermişdir. Biz müvəffəq olacağıq. Burada İslam hökuməti təşkil eləyəcəyik, bayrağı da onun əsl sahibinə təhvil verəcəyik. Mən soruşdum, sizin özünüz təhvil verəcəksinizmi? İmam sükut elədi və sualımı cavabsız qoydu. Nasirəddin Şah bərzəx aləmində. Şeyxin şagirdlərindən biri Nasirəddin Şahın bərzəx aləmindəki vəziyyəti ilə əlaqədar olaraq onun belə dediyini nəql eləyir. Onun ruhunu cümə günü azad eləmişdilər, şənbə gecəsi isə zəncirləyib öz yerinə apardılar.
O ağlar halda məmurlara yalvarıb deyirdi: "Məni aparmayın." Məni gördükdə dedi: "Əgər bilsəydim ki, yerim bura olacaqdır, dünyada özümə asayiş rəva görməzdim." Zalım padşahı tərifləmək. Şeyx öz dostlarını və şagirdlərini zalım Pəhləvi rejiminin məmurları ilə həmkarlıq eləməkdən, xüsusilə onları tərifləməkdən çəkindirərdi. Şeyxin şagirdlərindən biri onun belə dediyini nəql eləyir: "Müqəddəs şəxsiyyətlərdən birinin ruhunun bərzəxdə mühakiməyə çəkildiyini gördüm. Zalım və nalayiq padşahın bütün çirkin əməllərini onun əməl dəftərində yazmışdılar." Həmin şəxs deyirdi: "Axı mən bu qədər cinayət eləməmişəm." Ona dedilər: "Məyər sən onu tərifləyərək demirdinmi ki, o ölkədə necə də əmin-amanlıq bərqərar eləmişdir?" Dedi: "Bəli." Ona dedilər: "Sən onu gördüyü işlərə razı olmusan. O da öz səltənətini qoruyub saxlamaq üçün bu cinayətlərə əl atmışdır." Nəhcül Bəlağədə İmam Əli əleyhissalam buyurur: "Hər kəs bir tayfanın gördüyü işlərə razı olsa, onlarla bu işi görmüş kimidir. Hər kəs batil bir işə əl atsa, onun üçün 2 günah yazılar. O işin görülməsinin günahı və ona razı olmağın günahı." Amerika müstəmləkəçiləri ilə həmkarlıq. Şeyxin dostlarından birinin oğlu Amerika mütəxəssisləri ilə həmkarlıq eləyirdi. O belə deyir: "Məşədə səfər eləyərkən şeyxin huzuruna getdim. Onunla birlikdə hərəmə ziyarətə getdik. O bir tərəfdə dayanıb ziyarətnaməni oxudu. Mən sizinlə söhbət elədiyim kimi o da imamla danışırdı. Ziyarət qurtardıqdan sonra səcdəyə getdi. Səcdədən qalxdıqdan sonra məni çağırıb dedi: Həzrət Əleyhissalam buyurdu: Oğlunun qabağını al, bu işlərin ardınca getməsin. Əks halda o sizə ağır bir əngəl törədəcəkdir." Biz onu qərb mütəxəssisləri ilə əməkdaşlıq eləyib Amerikaya getməsindən xəbərdar deyildik. Təqribən 25 il bundan qabaq bir gün oğlum yanıma gəlib dedi: "Xarici ölkələrə getmək istəyirəm. İşlərimin hamısını qaydasına salmışam. Xarici pasport da almışam." Biz nə qədər çalışdıqsa, onu bu işdən çəkindirə bilmədik. Amerikaya getdikdən sonra bizə yazdı ki, arvadımı boşayın. Uşağı olmadığı üçün onu saxlamayacağam. O vaxtdan indiyə qədər əzab-əziyyət içindəyik.